Oradan da siz bir şey qeyd elədiniz qardaşlar bunlar. Bizim üçün vətənin ayrıbaşı yoxdur. Haralasan söhbəti yoxdur. O insanlar bizdən ayrıdır. Mən özüm də 37-ci hərəkatdayam. 92-ci müharibəsi və gözəl Qarabağ torpaqlarının alınmasından qanundan çəkilsi sağ qalmışıq bir şəhiddir. Aşağı veysəkdə, qardaşlar buradadır. 724-də Körmü Xəzət komandiri olmuşam. Haramı Tüzün Qafrafatında. Füzuli və doğrudan da Füzuli torpaqda Qarabağın Kəlbəzarı da, Ağdərəsi də, Ağdamı da, hamısı əzizdir bizim üçün. Dala dərdi çəkmək, qardaş dərdi çəkmək doğrudan da çox ağırdır. Əsas odur ki, görürsünüz ki, yazılır ki, 1973-cü il anadan olur, 93-də, anadan olur 73-də, 93-də artıq vətən üçün doğulub şəhidimiz. Şəhidimiz, hər bir şəhidin ikinci tarix, ölüm tarixi doğulur. Vətən üçün doğulduğu tarixdir. Vətən üçün doğulur. Qəlblərimizə yaşayın. Onlar unudulanda artıq deyirlər ki, rəhmətə gedir. Şəhiddən unudulur. Siz də sağ olun Əziz xanım, siz danışırsınız, siz də 5 il fəaliyyət, yəni 33 ildə Respublika Şəhid Ailələri Qanun İctimai Birliyi rəhbəriyəm, iş qeyti rəhbəriyəm, Tahmiyələr döyüşçü, qazi. Siz də bu 5 il ərzində doğrudan da mən gördüm, çox fəaliyyətləriniz olur. Elə bizim rayə sədrlərimizdən də burada otururlar, Şifə xanım, Sima xanım, başqaları da var, burada qardaşım Kamil də eləşir və başqa xanım da bizim də eləşir. Burada bizim Mecibən xanım da elə qeyti rəhbəri təzə yaransa da əlbəttə ki, gözü deyirlərə 44 gündən sonra yox. Elə əvvəldə şəhidlərinin içərisində olub bunlar hamısı. Bütün hamısı bir-birinə bağlı insanlardır, həssas insanlardır. Siz də keçən dəfədə, siz də Respublika Qanun Cəmiyyətinin fərqli üzvlüyü qəbul etdik. Amma vəsiqəmi vermədim. Vəsiqəmizi günlər sizin fərqli fərmanı verəcək. Xanımla birlikdə, bizim Gülü xanımla birlikdə. Mən çox danışmaq istəmirəm. Allah sizləri qorusun. Daima şəhidləri yaşatma, anma, yəni şəhid Ailələri Qanun Cəmiyyəti olaraq mən də Respublikada layihələr bağlı oluram. Orada da şəhidlərlə bağlı bütün tədbirlərimiz keçirir, bütün rayon şöbələrimizdə də siz də bütün tədbirlərdə yəni belə aktiv iştirak edirsiniz. Yəni daim şəhid ailələrinin yanındasınız, özlərinizi də şəhid anası kimi istəyirsiniz. Ona görə siz deyirsiniz vəsiqə hazırdır. Sadəcə olaraq mən istəyirdim ki, bəlkə görüb qazanmaq, bəli, onu qazanırsınız artıq. Bu 5 il fəaliyyət